Salam dəyərli yoldaşlar. Deməli bu gün biz DİM test toplusundan 2025-dən təbii ki, coğrafiya informasiya vasitələri mövzusundan test izahlarımıza başlayacağıq. Niyə bu test toplusundan sual izahlarına başladım? Çünki kanalda anket paylaşmışdım ki, hansı test toplusundan sınaqlar daha doğrusu izahlar gəlsin. Siz də daha çox DİM test toplusunu qeyd etmisiniz. İndi isə keçək biz sualların izahlarına. Birdən başlayacağıq təbii ki. İmkan daxilində çoxlu sualları izah etməyə başlayacağam. İndi isə keçək birinci sualın izahına. Burada fikir verirsiniz, deyir ki, A məntəqəsində, B-dən, deyir A məntəqəsinin B-dən, yəni A-nın B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın deyir. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Bu tipli məsələlərdə yenə biz nə edəcəyik? Bu iki məntəqənin hündürlüyünü tapmalıyıq hər bir təsvirdə, yəni hər bir horizontalda. Məsələn, A burada görürsüz 30 metrdir. İndi 5 metr deyirsə və içəri doğru çəkilibsə, bu deməli çökəklikdir. Burada nə olacaq? 30, bura 5 metr, 1 aralıq, 2 aralıq, 3 aralıq. 3 aralıq 15 metr eləyir. Bura 30-dursa B olacaq, deməli 30 çıxılsın 15, bura B olacaq 15 metr. Yəni burada A 30-dur, B isə 15 metrdir. Yəni ona görə bu 1,5 dəfə A məntəqəsi B-dən az yüksəkliyə yox, əslində A daha hündürlüyə yerləşir. Yəni A 30 metrdir. B variantına baxsaq görürük ki, B variantında deyir ki, A 30 metrdir, B isə baxın, deməli 35-40 metrdir, B 40 metrdir. Deməli B A-dan yüksəkdir və dağ təsvir olunub, ancaq 1,5 dəfə yüksək deyil. Ona görə burada bu səhvdir, yəni B variantımız da səhvdir. C-yə baxsaq, C variantında deyir ki, A və B yenə də A 30 metrdir. Baxsaq 1 aralıq, 2 aralıq, 3 aralıq 15 metr məsafə var. Deməli A 30-dursa B 45-dir. Və baxırıq görürük ki, 45 B-dən 1,5 dəfə kiçik A məntəqəsinin hündürlüyünə bərabərdir. Yəni 45-i 1,5-ə böləndə 30 metr eləyəcək. Yəni buna əsasən C variantı bizim doğru variantımız hesab olunacaq. Məsələn burada yenə də A-dır. Burada məsələn 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıq var. Artıq burada 90 metrə təsadüf eləyir. Daha doğrusu 50 metrə təsadüf eləyir. 5 metr kəsmə yüksəkliyi 4-ə vurdun 20 metr və 30 metr yuxarı 30 metrdən də 20 metr yuxarıda 50 metr eləyir. Burada da E-də çökəklikdir. Ümumiyyətlə bu uyğun gəlmir. Sonra ikinci test tapşırığına biz keçid edək. İkinci test tapşırığının izahında nə deyir? İkinci test tapşırığında deyir ki, miqyassız şərti işarələri təsvir olunan coğrafi obyektləri müəyyən edin. Miqyassız şərti işarələri biz burada müəyyən etməliyik. Deməli, bağ miqyassız deyil, yəni bu səhv variant deyil, bu variantı silirik. Su quyusu, elektrik stansiyası, bağ yenə var, burada yenə səhvdir. Fikir verirsiniz, burada da meşə, bağ, bataqlıq, çəmən, bunlar hamısı kontrolludur. Fabrik, dəyirman, su quyusu, bulaq, bəli, bu miqyassızdır. Burada da çəmənlik, bataqlıq daha çox kontrolludur. Ona görə D variantı düzgün cavab variantımız olacaq. Qütb ətrafı ərazilərin məşhur tədqiqatçıları, yəni qütb ətrafı ərazilərdə olan məşhur tədqiqatçıların adlarını biz burada qeyd etməliyik. Baxaq, Livingstone deyil, burada deməli Şirvani deyil, Humboldt deyil, Tasman deyil. Fikir verin, Raul Amundsen deməli Cənub qütbünü, Robert Scott Cənub qütbünü, Xəlil Lazarev isə Antarktidanı neyiniyib, kəşf edib. Dördüncü sualın izahı ilə davam edək. Dördüncü sualda deyir ki, böyük coğrafi kəşflər dövrünün səyyahları, burada da deməli fikir verin, Dejnev buradan silirik. Yəni Dejnev böyük coğrafi kəşflərə aidiyyatı yoxdur. Scott həmçinin, sonra Heyerdahl buradan çıxır, sonra Alexander Humboldt'u buradan çıxardırıq. Fikir verin, Alexander Humboldt çıxır burada. Burada da fikir verirsiniz, Livingstone çıxır. Böyük coğrafi kəşflər dövrü Fernand Magellan, Christopher Columb, Fernand Magellan, Vasco da Gama, Amerigo Vespucci. Düzgün cavab variantımız E-dir. 5-ci test tapşırığına diqqət edək. 5-ci test tapşırığında A və B nöqtələri arasında hündürlük fərqini müəyyən edin. A və B deməli nöqtələr arasında deyir. Fikir verin, burada 5 metrdir, bu 15 metrdir. Bunu bizə belə deyək də, elə belə verməyiblər. Yəni burada biz bunu istifadə etməliyik. Deməli 5, 10, 15 metr. Bunlar arasında 10 metr belə deyək, nə var? Fərq var. 2 aralığımız var. Görürsüz 1, 2. Deməli kəsmə yüksəkliyimiz 5 metrdən keçir. İndi burada 5-dirsə B olacaq avtomatik 10 metr.
Bura 15 isə A olacaq 20 metr. Yəni niyə görə yuxarı doğru artır? Çünki bu dağdır. Fikir verirsinizsə, Berxştirxin istiqaməti kənara doğru çəkilib. İndi burada biri 20-dir, biri də 10-dur. Bunlar arasında məsafə, yəni fərqi nə qədər olacaq? 10 metr. Cavab C variantı olacaq. Sonra növbəti test tapşırığına keçid edək. 6-cı test tapşırığında qeyd edir ki, kəsmə yüksəkliyimiz 5 metr olan sxemdə A və B məntəqələri arasında mütləq yüksəkliyi müəyyən edin. Bax, hansılardır? Bax, fikir verirsiniz, 25 metr bu. Kənara doğru çəkilibsə, birinci bunun dağ olduğunu biz nə edirik? Müəyyən edirik. Bu dağdır. Düzdür? Deməli, fikir verin, 25 metr buradır. Kəsmə yüksəkliyi də 5 metrdir. Avtomatik olaraq A 5 metr bundan yuxarıda olan A məntəqəsi 30 metrə bərabər olacaq. Fikir verin, B isə 25 metrdən 5 metr aşağıda olacaq 20 metr. Deməli, A 30 metr, B isə 20 metr. Cavab B variantı olacaq. Sonra növbəti test tapşırığına fikir verək. Növbəti test tapşırığında deyir ki, A və B nöqtələri arasında hündürlük fərqini müəyyən edin. Fikir verin yoldaşlar. Burada 10 metrdir, bura 30 metrdir. Deməli, bunlar arasında 20 metr fərq var və neçə aralıqdan keçir? Neçə kəsmə yüksəkliyi yerləşir arasında? 2 dənə kəsmə yüksəkliyi yerləşir. Düzdürmü? Deməli, onu 20-ni bölürsən, həmin 2-yə eləyir 10 metr. Deməli, kəsmə yüksəkliyimiz 10-dur. Yəni, bir aralığın kəmiyyəti 10 metrə bərabərdir. İndi fikir verin. A B nöqtələri arasında hündürlük fərqini müəyyən edin deyəndə A-mız deməli 10 metrdir. B-miz isə 30-un üstə 10 gələndə 40 metr idi. Çünki biz aralığı tapmışıq axı kəmiyyəti. İndi bunlar arasında hündürlük fərqini deyəndə 40-dan da 10 çıxanda qalacaq təbii ki 30 metr. 7-də E variantı düzgün cavabımız olacaq. 8-ci test tapşırığında Cənub qütbü deyir ha. Cənub qütbü ilk fəth etmiş səyyahlar, bunlar hansılardır? Ümumiyyətlə Antarktida desəydi, məsələn, bunlar Beynəlxalq Lazarov olacaqdı. Cənub qütbü isə deməli Raul Amundsen, Robert Scott olacaq. Burada düzgün variantımız E variantı olacaq. Sonra 9-cu test tapşırığına baxaq. 5 metr olan kəsmə yüksəkliyi deyir. A nöqtəsi mütləq hündürlüyünü tapın. Görürsünüz bu çökəklikdir. Deməli aşağı doğru getdikcə azalacaq. Bura 35-dirsə 1, 2, 3, 4 aralıq var və 5 aralıq. 5 aralıq var. 5-i 5-ə vuranda 25 eləyir. 35-dən də 25 metr aşağıda, yəni 10 metr belə deyək, hündürlüyə malik olacaq A-nın hündürlüyü. Çünki çökəklik olduğu üçün biz 35-dən aşağı doğru 5-5 düşərək A məntəqəsinin hündürlüyünü tapdıq. Düzgün cavab variantımız burada olacaq. A bəndi 10 metr. 10-cu test tapşırığına baxaq. 10-cu test tapşırığında qeyd edir ki, kəsmə yüksəkliyi 25 metrdir. Yenə A-nı tapmağı deyir. Artıq bu dağdır. Dağdırsa, deməli yuxarı doğru getdikcə bu hündürlüyü artmalıdır. Burada fikir verin, 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıqdır. 4 aralıq vurursan 25-ə, bu eləyir 100 metrə. Deməli, 125 metrdən 100 metrə yuxarıda eləyir 225 metrə. Yəni, burada da düzgün cavab variantımız olacaq A variantı. Çünki hündürlüyə doğru gedirsən axı və hündürlüyə doğru getdikcə də hündürlüyün artacaq, yəni kəmiyyət baxımından qiyməti. Sonra 11-ci test tapşırığına baxaq. Deyir ki, turistlər şimal istiqamətində 4 kilometr gedəndən sonra 270 azimutla 4 kilometrdə getdilər. Yəni turistlər əvvəlcə şimal istiqamətinə 4 kilometr gediblər. Bunu belə çəkək, 4 kilometr gediblər. Daha sonra 270 azimutla, yəni 270 azimut haradır? Qərbdə də, düzdür? Qərbə doğru 4 kilometr daha getdilər. İndi onların əvvəlki ən qısa yolu hansı istiqamətdə azimutla qayıtmalıdır? Təbii ki, üstüzaq qaydasını istifadə edəcəyik. Burada olacaq cənub, şərq. Burada eləyir təbii ki 135 dərəcə. A variantı. 12-ci suala baxaq. Turistlər deyir 200 yenə eyni tipli bir sualdır. Eyni tipli sual növüdür. Deməli burada deyir ki 270 azimutla 3 kilometr, daha sonra şimala isə 3 kilometr getdilər. Ən qısa qayıdacağı təbii ki əvvəlki məntəqəyə olacaq nə qədər? Burada ilə cənub-şərq 150 yox, təbii ki 135 azimut olacaq. Burada 12-də düzgün cavab variantımız olacaq C variantı. Növbəti testə baxaq. Növbəti testdə deyir ki, turistlər düşərgədən çıxaraq əvvəl qərbə gediblər 5 km. Sonra 180 azimutla yenə 5 km gediblər. Deyir ki, ən qısa yolla hansı azimutla geri qayıtma? Yenə üçbucaq qaydası istifadə elədik. Fikir verirsiniz, şimal-şərq 45 dərəcə. Cavab 13-cü test tapşırığında olacaq Y variantı. Sonra növbəti test tapşırığına fikir verək. 14-də də deyir ki, burada deyir ki, A məntəqəsi B-dən 1.5 dəfə, indi artıq A məntəqəsi B-dən 1.5 dəfə hündür olmalıdır. Bu sxemi tapmalıyıq. Kəsmə yüksəkliyi 5 metrdir. Fikir versəz bura, görərik ki,
A 45 deyir. Burada görürsüz A B-dən 1.5 dəfə çox olmalıdır. Yəni təqribən B 30 olmalıdır. Burada baxaq, kəsmə yüksəkliyi aralığına baxaq. 1, 2, 3, 4, 5, 6-dır. Yəni 45-dən 30 çıxanda artıq 15 metr qalır. Çünki kəsmə yüksəkliyi 5 metrdən 1 gedir. 6 aralıq var idi. Deməli bu səhvdir. Burada B-yə baxaq. B variantında deyir ki, fikir verirsiniz bu dağdır yenə. A məntəqəsi B-dən çox olmalıdır. Heç burada fikir versək, görürsüz A variantı B-dən kiçikdir. Bu variantları götürməyəcəyik. Bax, məsələn, buna baxa bilərik. Bu çökəklikdir. Burada 1 aralıq, 2 aralıq, 3 aralıq var. 3-ü vuranda 15-ə təbii ki, olacaq 30. İndi bizə deyir ki, B-dən 1.5 dəfə çox olsun da, düzdür? Bunu yəni bilirik ki, A olmalıdır 45, B olmalıdır 30. Ona görə 1.5 dəfə kiçik olmağı üçün. İndi burada fikir verirsiniz, bu uyğun gəlir. Yəni 45-dən 15 çıxanda 30 qalır. Yəni B-nin kəmiyyəti 30 olur, A-nın kəmiyyəti 45 olur. Deməli düzgün cavab variantımız olacaq C variantı. 15-ci test tapşırığına fikir verək. 15-ci test tapşırığında deyir ki, miqyası məlum olmayan xəritədə 40 dərəcə və 44 dərəcə şimal enliklərində yerləşən məntəqələr arasında ən qısa məsafə bu qədərdir. Bu xəritənin xətti belə deyək, miqyasını müəyyən edin. Burada biz indi nə edirik? İlk olaraq biz burada 15-ci sualda 44 dərəcə ilə 40 dərəcə şimal enlikləri arasında ən qısa məsafəni ümumiyyətlə biz tapırıq. Yəni burada fikir versəz, eyni yarımkürədə olduğu üçün çıxırıq. Burada olur 4 dərəcə. Bu da eləyir 4 dərəcəni də vuranda, meridianal istiqamətdə hesablayanda təbii ki, neçəyə vuracağıq? 111-ə vuracağıq. Eləcə 4 deməli 4444 eləyir, daha doğrusu 111-ə vururuq. Bunu da bölürük təbii ki 22 tam onda 2-yə. Çünki tənasüb qurduqda, düzdür? Baxın, fikir verin. Burada yəni bunlar arasında birinci məsafəni tapdıq. Sonra tənasüb qururuq. 22 tam onda 2 sm əgər 444 kilometrə bərabərdirsə, 1 sm-imiz nə qədərdir? Bax, bu tənasübü hesabladıq. O da 1 sm-də 20 kilometr, düzdür? Burada fikir verək. İndi görə 20 olan varmı? Burada görürsünüz, burada 2 var, 30 var, 50 var, 500 var, metrdir özdə bunlar. Burada fikir verin, 20, bir də kilometr. Cavab A variantı. Elə uyğun variant hesab olunacaq. 16-cı test tapşırığına fikir verək. 16-cı test tapşırığında deyir ki, sxemdə verilmiş relief formalı kəsmə yüksəkliyini müəyyən edin. Verilmiş relief formasının kəsmə yüksəkliyi. Deməli, burada fikir versək, 43-dən 27-yə düşüb. Yəni, bu, belə baxılır ki, bu çökəklikdir. Yəni, bu təpə deyil. Və yaxud da bunlar arasında kəsmə yüksəkliyi də tapmalıyıq, təbii ki. İndi fikir versək, 27 metrdən böyük bir rəqəm olmalıdır və həmin o rəqəm verilən biz təyin etdiyimiz kəsmə yüksəkliyə uyğun olmalıdır. Və D variantında görürsünüz çökəklik var. Burada 5 metr verir. Baxaq hələ 27-dən böyük bura 30 olur. 30 da 5-ə tam bölünür. Buradan bura 35, buradan burada 40. 40 ilə 45 arasında da 43-ün yerləşdiyini biz görürük. Ona görə avtomatik olaraq bu D variantını biz götürəcəyik ki, burada cavab olacaq D variantı 16-cı test tapşırığında. 17-ci test tapşırığına fikir versək, burada da bir dağın dik yamacı. Bunu bilirik ki, horizontallarda daha bir-birinə yaxın olan xətlər dikin, yəni yamacın dikliyinin çox olduğu hissəni göstərir. Burada da fikir versəz bu hissə, yəni cənub-qərb hissəsi var. Burada da elə bir dənə variantımız var. Burada A variantında 17-də. Bir də kəsmə yüksəkliyi tapmaq üçün də 370-dir, 340-dir. Bunları çıxdıq, qaldı burada 30 metr. Burada 3 aralıq var. 3 aralığı da 30-u da 3 aralığa bölürük, eləyir 10 metr. Yəni kəsmə yüksəkliyimiz oldu 10 metr. A variantı. 18-ci test tapşırığına fikir versək, xətti miqyaslı verilib. A və B məntəqələri arasında məsafəni 8 sm qeyd edib və digər xəritədə bunun neçə santimetr olduğunu müəyyən edin deyir. İndi baxaq. Burada görürsünüz 125 kilometrdir. Yəni 1 santimetrdə 125 kilometrdirsə, 125 və 8 santimetrdə nə qədərdir? Biz bunu tapmalıyıq. Ona görə də 125-i vuracağıq biz neçəyə? 8-ə. Elədi 1000. İndi bu 1000 kilometr digər xəritədə 10 sm ilə ifadə olunub. Yəni bu 10 sm-də 1000 isə 1 sm-də x-dir. Bu da eləyəcək nə? 1 sm-də olacaq 100 kilometr. İndi burada ədədi miqyası çevirəndə də 100, yanında da 5 0. Biri bölünsün, fikir verirsiniz 100, yanında da 5 0. Cavab Y variantı olacaq. Sonra növbəti test tapşırığına baxaq. Bu 19-cu test tapşırığıdır. Deyir ki, yer kürəsində AB məntəqələri arasında məsafə 2400 kilometrdir. Bu məsafə xətti miqyasda bu qədərdir. Yenə miqyası tapırıq, xətti miqyası izaha çeviririk. Yəni burada 1 sm-də 200-dür.
2400 kilometrdə isə x-dir. Fikir verin, tənasüb qurduq. Burada deməli olacaq 12, yəni 2400-ü 200-ə böləndə eləcək 12 santimetr. Cavab E variantı olacaq. 20-ci test tapşırığına fikir verək. 20-ci test tapşırığında da deyir ki, miqyası 1/800.000 olan xəritədə iki məntəqə arasında bu qədərdir. Bu yəni sadədir. Bunun necə olacaq? Bunu da qeyd edeyim, bir dəfə deyəcəm. Deməli 1 sm-də 8 kilometrdirsə 7.5-də isə x-dir. Bu tənasübü biz həll eləyəcəyik ümumiyyətlə. Yəni 8-i vuracağıq neçəyə? 8-i vuracağıq 7.5-ə, eləcək 60 kilometr. Cavab D variantı. Yəni bu tipli sadə sualları artıq sürətli şəkildə keçəcəm. Deməli bax fikir versəz burada iki şəhər arasında santimetr verib. Burada da 500 mindir. Yəni 45-i vurursan avtomatik neçəyə? 45-i vuracaqsan tənasüblə də, yəni 1-də 5-dirsə 45-də x-dir. 5-i vuracaqsan 45-i vuracaqsan 5-ə olacaq 225. Bu da eləcək cavab Y variantı. Sonra növbəti test tapşırığı da 22-ci test tapşırığıdır. Burada eyni tipli suallardır. Yenə burada 5 4 0 sildik, 1 0 yoxdursa tamla ayırırıq. 1-də 1.5-dirsə 15-də isə x-dir. Deməli 15-i vuracağıq 1.5-ə. Burada olacaq 22.5. Sonra yenə çox qalmıram. Kəsmə yüksəkliyi nədir? Bu da nəzərə bir sualdır. Deyir ki, hakim yüksəklik hündürlüyü yox, nöqtələrin okean səviyyəsindən hündürlüyü yox, zirvə ilə ətək arasında hündürlük fərqi bu da deyil. İki qonşu horizontal arasında hündürlük fərqi adlanır nə kəsmə yüksəklik. Səyyah şimal istiqamətində hansı azimut hərəkət etməlidir ki, qütb ulduzu ondan sol tərəfdə görsənsin. Qütb ulduzu həmişə şimal belə deyək yarımkürəsində görsənir, şimal hissədə görsənir. İndi burada fikir versək, deyir hansı istiqamətdə getsin ki, qütb ulduzu ondan sol tərəfə. Yəni biz şərqə doğru getməliyik ki, bizim sol tərəfimiz bu istiqamətdə olsun, yuxarı istiqamətdə və qütb ulduzunu sol tərəfimizdən görək. Əgər qərbə getsək, sağ tərəfimiz düşəcək. Aydındır? Bu da oldu. Düzgün cavab variantımız azimutla deyəndə təbii ki, olacaq Y variantı. Yəni 24-də düzgün cavab variantımız E olacaq. Yəni şərq istiqamətinə. Sonra növbəti test tapşırığında Bakıdan şimal-şərq istiqamətinə 25-ci test tapşırığıdır, səhv eləmirəmsə. Bəli. Deməli, Bakıdan deyir ki, şimal-qərb istiqamətinə və bu istiqamətdə olan məntəqə ekvator ən qısa məsafəsi hansı olar, hansı azimut tələb edir? Yəni burada yerləşirsə, ekvator buradadırsa, demək ən qısa məsafəsi 180 azimut olacaq. Düzgün cavab variantımız D variantı olacaq. 26-cı test tapşırığına baxaq. 26-cıda deyir ki, əvvəlcə 90 azimut, sonra 180 azimutdur. Hansı istiqamətdə geri qayıdar deyir də, yəqin ki, bu da olacaq. Bu istiqamətdə şimal-qərb olacaq. Şimal-qərbdə neçə azimutdur? 315 dərəcə azimutdur. Düzgün cavab variantımız A-dır. Yəni bunları sürətli keçirəm, çünki bunları bir dəfə izah etmişəm. 27-ci test tapşırığına baxaq. 27-ci test tapşırığı. Əvvəlcə yenə 0 azimutla, daha sonra 90 azimutla. İndi ən qısa məsafə hansı olacaq? Bu da olacaq təbii ki, hansı? Cənub-qərb istiqaməti. Cənub-qərbdə neçədir? 225 dərəcə. Yəni bu da A olacaq. Sonra 28-ci test tapşırığına baxaq. 28-ci test tapşırığında deyir ki, 28-ci test tapşırığında kəsmə yüksəkliyi, burada kəsmə yüksəkliyi 5 metrə bərabər olduğunu nəzərə alaraq nöqtənin mütləq hündürlüyünü hesablayın. Deyir ki, 5 metrdir. Mütləq hündürlüyünü tapmalıyıq A nöqtəsini. Fikir verin, bura 80-dir. Dağıdırsa, yuxarı doğru getdikcə artacaq, mərkəzə doğru getdikcə. Deməli, bura 80-dirsə, aralığa baxaq. Bir aralığımız var, 2 aralığımız var. 10 metr, yəni fərq var. Bura 80-dirsə, bura olacaq avtomatik 90. Yəni düzgün cavab variantımız 28-də olacaq. Deməli, B variantı. Sonra 29-cu test tapşırığı da eyni tiplidir. 10 metrdirsə kəsmə yüksəkliyi artıq burada 10 metr deyir. A məntəqəsinin hündürlüyünü tapın. Bax, bura 60-dır. Burada aralıq var 1, 2, 3 aralıq var. 30 metr fərq var. Bura 60-dırsa deməli 60 üstə gəlsin 30 eləyəcək 90 metr. Düzgün cavab variantımız E variantıdır. Yəni daha doğrusu üzr istəyirəm. Bu çökəklikdir. Bax fikir verin, bax buna fikir vermək lazımdır həmişə. Bax bu çökəklikdir, bura fikir verirsiniz. O çökəklikdirsə demək 60 metrdir. 10 azalırsa 30 metr. Burada demək olacaq nə? A məntəqəsi olacaq 30. Yəni ona fikir verməsəydim, mən bunu belə deyək səhv yazmış olardım. Buna fikir vermək lazımdır mütləq şəkildə. Görürsüz? 5 ştrixin işarəsi içəri doğru, yəni kənardan mərkəzə doğru gəlir. Ancaq o birisində necə idi? Mərkəzdən kənara doğru çəkilirdi. 30-cu test tapşırığına fikir verək. 30-cu test tapşırığında qeyd edir ki,
Cədvəldə Azərbaycan müxtəlif miqyaslı xəritələri Bakı ilə Gəncə arasında məsafənin santimetrlə verilmişdir. Hansı xəritənin miqyası daha kiçikdir? Yadınızda saxlayın ki, miqyas daha kiçik olması üçün xəritədə də tutduğu sahə daha kiçik olmalıdır. Burada fikir verirsən, ən kiçik xəritədə tutduğu belə deyək sahə 16 metrdir. Yəni burada düzgün cavab variantımız 30-da, C variantı olacaq. 16 sm daha doğrusu. Burada yəni olacaq C variantı. Yəni daha kiçik xəritədə sahə tutan obyekt miqyası da daha kiçilmiş hesab olunur. Yəni daha belə deyək də kiçilərək xəritəyə yerləşdirilmiş hesab olunur ümumiyyətlə. 31-ci test tapşırığına fikir verək. Burada coğrafiya elmlər sisteminə daxil olanlar var. Deməli, fikir versək 31-də. Birincisi fiziki coğrafiya torpaqşünaslıqdır, düzdür. 2 nə olmalıdır? Məsələn, landşaftşünaslıq olar. Bu bir yox. Bir landşaftşünaslıq iqtisadiyyata aidiyyatı yoxdur da, düzdür. Ona görə bu səhvdir. 1 tibbi coğrafiya, 2 hidrologiya, 3 isə okeanologiya olmaz. Bax görürsüz, bu da səhvdir. Sonra C variantına baxsaq, 1-ə nəqliyyat coğrafiyası, 2-yə şəhər coğrafiyası olmaz, fizikaya aid deyil. D variantında 1-ə siyasi coğrafiya, 2 sosial aid deyil. E-yə baxaq, kənd təsərrüfatı coğrafiyası, geomorfologiya, bir də tibbi coğrafiya. Bəli, düzgün cavab variantımız burada E variantı olacaq. Sonra 32-ci test tapşırığına fikir verək. 32-ci test tapşırığında deyir ki, bu elmlər sistemində öyrəndiyi obyektlər, bir də coğrafi ümumiyyətlə elm sahələri var burada 32-ci test tapşırığında. Burada deyir ki, ekoloji coğrafiya. Coğrafiya böyük hadisənin kəmiyyət üzrə vasitəsilə tətbiq edilir. Bu səhvdir. Yəni ekoloji coğrafiya aid deyil. Sosial mədəni məişət yox. Təbii mühitin komponentlərin insan sağlamlığına təsiridir. Bir də təbii tarazlığın qorunması. Qorunma başla burada. Yəni ekoloji coğrafiya mütləqdir. Komponentlərin qorunması, əlaqə yaradılması. Yəni 1-ə D olacaq. Tibbi coğrafiya, bax bu insan sağlamlığı var idi. 2-yə C olacaq. Yəni 1-ə D, 2-yə C. Burada görürsüz. Sonra 3 sosial coğrafiya, sosial mədəni və məişət bəri yüksəlməsi, bir də riyazi coğrafiyası kəmiyyət göstəricilərinin hesablanması. Burada düzgün cavab variantımız elə D variantı olacaq. Sonra səyyahlar var və tədqiqat sahələri var. Dokuçayev torpaqşünaslıq elminin əsasını qoyub, yəni 1-ə A düzdür. Aleksandr Humboldt Ant dağlarının yüksəklik qurşağını öyrənib, 2-yə C düzdür. 3 Mercator, ümumiyyətlə Mercator tərtib etdiyi xəritələri toplayıb atlas adlandırıb, 3-ə B düzdür. Bir də Kopernik isə heliosentrik nəzəriyyənin banisidir. Düzgün cavab variantımız elə A variantı olacaq. Sonra metodlardan var belə bir sual. Müqayisə metodu var. Ümumiyyətlə oxşar və fərqli xüsusiyyətləri coğrafi obyektin oxşar və fərqli xüsusiyyətlərini müəyyən edir. Yəni 1-ə 3 olacaq. Coğrafi modelləşdirmə var. Deməli, hadisə və obyektlərin qrafik, o cümlədən simvol, söz, qrafiklərlə təyin edilməsi bu modelləşdirmədir. 2-yə 2-dir. 1-ə 3, 2-yə 2. Sonra 3 riyazi statistik müxtəlif məzmun xəritələrinin təhlili. Bu karto deməli qrafikdir. Riyazi statistik olacaq 4. Bəli, coğrafi obyektlərin hadisə kəmiyyət göstəricilərinin hesablanması. 4-ə də 1 müxtəlif xəritələrin, məzmunlu xəritələrin belə deyək əsasında təhlil aparılması. Düzgün cavab variantımız oldu burada. 34-cü test tapşırığında D variantı oldu. 35-ci test tapşırığına baxaq. Deməli, ilk 40 test tapşırığın bu videoda izah edəcəm. Sonra yenə də bu test tapşırıqlarını ardıcıllıqla davam etdirəcəm. Əgər çoxlu bəyəni dəstək gələrsə, bu test tapşırıqlarının hamısını bir-bir izah edəcəm. Sizin də bəyəniləriniz, yorumlarınız bizim üçün həmişə motivasiyadır. Bunu yadınızdan çıxartmayın. Deməli, sxemdir. Sxemi tamamlamaq istəyir. Tələb edir ki, tamamlayın. Tamamlayaq. Deməli, 35-ci test tapşırığında baxaq. Fernand Magellan var. Burada yeni dövr var. Deməli, bu coğrafiya elminin inkişaf mərhələlərindən danışır. Burada fikir verirsiniz, bax. Y variantı siyasi xəritə ilə bağlıdır. C variantı həmçinin. Burada 3 variant qaldı. İkinciyə baxaq. Yeni dövr varsa, Magellan böyük coğrafikaşlar dövrünə aiddir. Düzdür? Deməli, burada orta əsrlər səhvdir. Müasir səhvdir. Düzdürmü? Sonra 3-ə baxaq. İlk dünya səyahəti Fernand Magellanın yanındadır. Yəni altında xəttlə çəkilib, düzdür? Sonra 4-də Antarktida Benohazen düzdür. Christopher Kolumb Amerikalı düzdür. Avstraliya isə James Cook. Bəli, düzgün cavab variantımız olacaq A variantı. Sonra 36-cı test tapşırığına baxaq. 36-cı test tapşırığında qeyd edir ki, 36-da yenə belə bir sxemlə verib bizə sualı. Coğrafiya elminin sahələridir yəqin ki burada.
İqtisadi və fiziki. Bu demoqrafiya, bu fiziki deyil, bu səhvdir. Bax iqtisadidir, düzdür. 2-də fizikidir, bəli. 3-ə baxaq. 3-də burada geomorfoloji yerin form relyefi, 4-də siyasi coğrafi dövlət quruluşu, düz. 5 əhali demoqrafiya, düz. 6 quru suları isə hidrologiya, düzdür. Elə düzgün cavab variantımız burada B variantı avtomatik olacaq. 37-ci test tapşırığına fikir versək, yarımkürələrin fiziki xəritəsində Amazon ovalığının təsvirinin horizontalların sayı Braziliya yaylasının nisbətən az olmasının səbəbi. Ümumiyyətlə, yarımkürələrin fiziki xəritəsində Amazon ovalığında təsvir horizontalların sayı Braziliya. Təbii ki, hündürlüyün az olmasıdır, mütləq hündürlüyün az olmasıdır. Burada horizontallar daha çox olanda hündürlük çox olur və az olanda isə hündürlüyün az olması ilə mütləq hündürlüyün D variantı. Sonra 38. AB məntəqə hündürlük fərqi müqayisə edin. Fikir verin. Hamısı kənara doğru çəkili berişdiklərin ən aşağıdakı A-dır. Fikir verirsiniz. A kiçikdir. Deməli, baxın, bax burada 1, 2-ci horizontal, yəni 1, 2, 3, 4-cü horizontalda C yerləşir. 5, 6-dan artıq o yana B yerləşir. Deməli, A kiçikdir C-dən, C də kiçikdir B-dən. Belə bir varmı? Belə bir variant 38-də A kiçikdir C-dən, C də kiçikdir B-dən. Düzgün cavab variantımız 38-də D olacaq. Yəni görürsünüz ki, ardıcıl olaraq horizontallar bir-birini neyinir? Dəyişir. Deməli, 39-cu test tapşırığına baxaq. Düzgün olmayan fikri müəyyən edin. Horizontal yaxın yerləşməsi yamacın dikliyi göstərir. Doğrudur bu. Meşə, tarla, çəmən, kontur işarəti, düzdür. Dərinliyi eyni olan nöqtələr birləşən xəttlər izobarlar deyirlər. Bu məsəl üçün səhvdir. Kompas əqrəb şimal istiqaməti göstərir. Planda sayılar, yol xətti işarələri göstərilir. İzobatlar adlanır. Ümumiyyətlə eyni dərinliyə malik olan nöqtələri birləşdirən. Buna görə bu səhvdir. Düzgün cavab variantımız C-dir. 39-da dediyi 40-a baxaq indi. Bir ştrixə aid olan deyir ki, əlamətləri müəyyən edin. Səth axınları istiqamət. Bu doğrudur. Nisbi hündürlüyü göstərir, xeyr. Yamacın meyil istiqamətini əks etdirir. Bəli, bu da doğrudur. Mütləq hündürlüyü göstərir, xeyr. Horizontal perpendikulär çəkilən qısa xəttlərdə bəli. 1, 3, 5. Zirvəyə birləşən əyri xəttlər, xeyr. Elə burada düzgün cavab variantımız olacaq A variantı. Yəni bunlar sırf B ştrixə aid olan xüsusiyyətlərdir. Deməli, dəyərli yoldaşlar, bu tipli videoların gəlməsini istəyirsinizsə, sizdən dəstək istəyirəm. Sizdən çoxlu yorum istəyirəm ki, bu videoların ardıcıl olaraq axarlı olmasını, daima gəlməsini təmin edəsiniz. Buna görə də çoxlu belə deyək, videonu bəyənməyi, ondan sonra izləməyi, dostlarınızla paylaşmağı unutmayın. Növbəti videoda inşallah siz görüşmək üzrə. Sağ olun.